Hər vaxtınız xeyir, obyektiv maraqlı bir buraxılış vəd edir. Bu il böyük zəfərimizin 5 ili tamam olur. 5 əla deməkdir. Deməli, Qarabağ və Şərqi Zəngəzurda işlər əla, torpaqlarda quruculuq və inkişafın icrasında iştirak edən şəxslər isə əlaçı olmalıdır. Qonağımla Qarabağda özünə məşğulluğun reallıqlarından danışacağıq, müzakirəmizin qiymətini izləyicilərimiz verəcək. Obyektivdə həftənin sosial gündəmi ilə tanış olmağın vaxtıdır. Dost TV-yə bağlanırıq. Bizimlə birbaşa bağlantıda həmkarım Əsmər Nəcməddin qızıdır. Əsmər, hər vaxtınız xeyir, söz sizdə. Salam, hər vaxtınız xeyir olsun xanım. Dost TV-nin studiyasından salamlayıram hər birinizi. Həftənin əsas sosial xəbərləri ilə qarşınızdayıq, təfərrüatlara keçid eləyək. Qətər dövlətinin paytaxtı Doha şəhərində İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin 6-cı konfransı keçirilib. Konfransa çıxış eləyən nazir Anar Əliyev son illər Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatların nailiyyətləri barədə məlumat verib, uğurlu təcrübələrimizi bölüşməyə hazır olduğumuzu bildirib. Konferans çərçivəsində ikitərəfli görüşlər keçirilib, gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyi olan uşaqlar üçün artıq Gəncə şəhərində də rehabas xidmətinə başlanılıb. Reabilitasiya avtobusu Gəncə şəhərində yaşayan və ambulator reabilitasiya xidmətlərinə cəlb edilən əlilliyi olan uşaqları agentliyin Şəmkirdəki Uşaq Reabilitasiya Mərkəzinə çatdırır. Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərdən artıq 1102 şəxsi məşğulluq tədbirlərinə cəlb edib. Onlardan 1047 nəfərin məşğulluğu təmin edilib, o cümlədən 53 nəfər üçün özünü məşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. 55 nəfər üçün isə peşə hazırlığı kursları təşkil olunub. Nazirliyin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə bu ilin yanvar-sentyabr aylarında 19,3 milyon müraciət edilib. Ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 12,2 milyon dəfə istifadə olunub. Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən Bərdədə İnklüziv Yaradıcılıq Yarmarkası təşkil olunub. Tədbir çərçivəsində Qarabağ Dost Evi filialının fəaliyyətini, eləcə də filialın təlimçi və benefisiarlarının əl işlərini əks etdirən güşələr təqdim olunub. Yarmarkada Nazirliyin tabeliyindəki qurumların həyata keçirdiyi Könüllü Dost proqramı, Rehab Point xidməti, himayədar ailə qayğı modeli və digər layihələr barədə məlumatlar verilib. Mənim bu həftəlik çatdıracaqlarım bunlar idi, hörmətli tamaşaçılar. Xanım, yenidən söz sizdədir. Obyektiv davam eləyir. Diqqətiniz Real TV-də olsun. Hələlik. Dost TV ilə birbaşa bağlantıdaydıq. Sosial xülasə ilə tanış olduq. Dostlarımıza təşəkkür edirik. Obyektiv işini davam etdirir. Qarabağda özünü məşğulluq proqramlarının icrası ilə bağlı həmsöhbətim Dövlət Məşğulluq Agentliyinin proseslərin koordinasiyası şöbəsinin müdiri Səbuhi Yunusludur. Səbuhi bəy, xoş gəlmişsiniz, xoş gördük sizi. Salam, hər vaxtınız xeyir olsun. Mən də sizi, həmçinin izləyicilərimizi salamlayıram. Dəvətiniz üçün də təşəkkür edirəm. Biz təşəkkür edirik. Qarabağ və Şərqi Zəngəzurun azad edilməsindən sonra sizin agentliyin fəaliyyətinə, missiyasına yeni bir vektor əlavə olundu. Vətəndaşlarımız Qarabağa qayıtmalıdır, işlə təmin olunmalıdır və bunun üçün məşğulluq xüsusi amildir. İşləriniz necə gedir? İşlərimiz yaxşı gedir. Hal-hazırda işğaldan azad olunmuş ərazilərdə bilirsiniz ki, ilk köç 2022-ci ilin avqust ayından başlamışdı və köçün ilk fazalarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərdə aktiv fəaliyyət göstərir və biz hal-hazırda işğaldan azad olunmuş ərazilərdə məşğulluq tədbirləri ilə bağlı vətəndaşlara xidmət göstəririk. Bugünün mövzusu da ən aktual mövzulardan biridir, özünə məşğulluq prosesləri və özünə məşğulluq proqramının məqsədi və istiqamətləridir. İlk öncə onu qeyd etmək istəyirəm ki, özünə məşğulluq proqramı ölkə başçımızın müvafiq sərəncamı əsasında 2016-cı ildə təsdiq edilmişdir və bu gün də həm bölgələrimizdə, həmçinin də Qarabağda aktiv olaraq uğurlu şəkildə həyata keçirilir. Özünə məşğulluq proqramı adından da bəlli olduğu kimi özünü məşğulluq bu şəxsi müstəqil şəkildə və yaxud da dövlətin dəstəyi ilə işlə təmin olunmasıdır. Ümumiyyətlə, bir statistikanı qeyd etmək istəyirəm ki, 2018-ci ildən cari dövrə qədər ölkədə 100 minə yaxın vətəndaşımız əmlaklardan təmin edilmişdir. Burada əsas məqsəd vətəndaşların sosial-iqtisadi rifahının gücləndirilməsidir, maddi məişət göstəricilərinin artırılmasıdır. Həmçinin göç etmiş vətəndaşların dayanıqlı məskunlaşmasının təmin edilməsidir.
Siz tez-tez ezamlarda olursunuz Qarabağda, hətta özünə məşğulluq proqramına qoşulmuş, artıq qeyd etdiyiniz kimi ailə təsərrüfatla təmin olunmuş şəxslərlə həm söhbət olmaq imkanınız da olur. Onların təəssüratları necədir? İlk öncədən daha intensiv olaraq ezamlar olurduq və bu günlər ərazidə bizim 4 xidmət məntəqəmiz fəaliyyət göstərir. Sonuncusu Kəlbəcər şəhərinin Kəlbəcər rayonunda açıldı. Bu yaxınlarda keçən ay avqust ayında bilirsiniz ki, yeni məntəqə xidmət şöbəmiz açıldı. Biz vətəndaşlarla iki etapda görüşürük. Bizim bir xülasəyə çıxmamız var. Burada Böyük Qardaş proqramı çərçivəsində vətəndaşlara biz özümüz zənglər edirik ki, hansılar ki, köçəcək vətəndaşlar da onların istəklərini biz müəyyənləşdiririk ki, köç etdikdən sonra hansı istiqamətlər onlar üçün maraqlıdır. Və əksər şəxslər də ki, sırf özlə məşğulluq proqramını sevərəkdən müraciət etməklərini və köçdükdən sonra həm kənd təsərrüfatı istiqamətində, həm xidmət və istehsalat istiqamətində müraciətlərini bizə bildirirlər. Və əlbəttə köçdükdən sonra biz onları orada qarşılayırıq. Köç prosesində Şərqi Zəngəzur xidmət şöbəsi vətəndaşlar köçdükdə buradan yola salırlar. Qarabağ Regional Məşğulluq Filialı əməkdaşları köçəndə vətəndaşları orada qarşılayırlar və bizim xidmət şöbələri haqqında məlumat verirlər. Həmçinin məşğulluq tədbirləri haqqında məlumat verirlər. Yəni köç etmiş vətəndaşlar tərəfindən əlbəttə ki, bu müsbət qarşılanır. Bir məqamı vurğuladınız ki, vətəndaşlara biz özümüz zəng vururuq. Bəli. Bu çox mühüm bir amildir. Vətəndaş dövlətin onun yanında dayandığını məhz bu məqamda hiss edə bilir. Bəli. İstərdim ki, Qarabağda dəstək mexanizmlərindən danışaq. Daha çox vətəndaşlar hansı dəstək mexanizmlərindən istifadə edirlər? Avadanlıq, təlim yoxsa maliyyə? Biz dəstək mexanizmi deyəndə bunu iki istiqamətə, prioritet istiqamətə ayırırıq. Birinci dəstək mexanizmi bu dolayı yolla maliyyə dəstəyidir. Necə ki, dolayı yoldan biz bilirsiniz vətəndaşlara natura şəklində avadanlıqları və yaxud da ki, heyvandarlıq zərfini biz təqdim edirik bunu natura şəklində. Burada ilkin olaraq maliyyə dəstəyi göstərilmiş olur. Bilirsiniz ki, vətəndaş ilk sahibkarlığına başladıqda, onun hər hansısa bir maliyyə sıxıntısı olduqda, bunu dövlət tərəfindən qarşılanır bu natura şəklində ilk addımlarını atmaq üçün. Həmçində digər bir prioritet dəstəyimiz ondan ibarətdir ki, vətəndaşlara verilən aktivlərdən kənar təlimlər də keçirilir, biznes təlimləri ki, aktivi almış şəxslər dayanıqlı işlərinin ardıcıl şəkildə sürətləndirilməsi üçün onlara istiqamət verilir. İdarəetmə bacarıqları, marketinq bacarıqları, həmçinin mühasibətlıq, gəlir və xərclərin düzgün planlaşdırılması və gələcəkdə daha da irəliləyiş üçün onlara əmək bazarının tələbləri öyrədilir həmin vətəndaşlara. Bəli, vətəndaş maliyyəni əldə edir, amma onu necə idarə etməsi isə mütləq şəkildə onlara təlim şəklində öyrədilir ki, bu maliyyədən düzgün şəkildə istifadə edə bilsinlər. Bəli, maliyyəni dolayı yoldan desək, yəni biz onlara natura şəklində aktivlər veririk, biz onlara əmtə şəklində, pul şəklində vermirik, natura şəklində veririk və bir illik müqavilə bağlanır vətəndaşlarla və dövrü periodik olaraq ildə 2 dəfə monitorinq olunur və monitorinq nəticəsində uğurlu olan şəxslər öz sahibkarlığına davam etdirirlər və əmlaklar da onların şəxsi mülkünə keçir. İndi kiçik bir ara veririk. Söhbətimizə qüvvət həmkarım Lalə İskəndərin Qarabağın rəqəmsal nəbzindən xəbər verən bir reportajını izləyəcək. Ardınca söhbətimiz davam edəcək. Xoş seyirlər. Təşəkkür edirəm. Əlavə sualınız var? Xeyr, yox, çox sağ olun. Göstərilən xidməti qiymətləndirməyinizi xahiş edirəm. Yaxşı dost gərək hər yerdə adama yaxın olsun. İndi Qarabağda sizə müasir texnologiya ilə sürətli xidmət göstərən bir mərkəzimiz, bir filialımız və 2 məntəqəmiz var. DOST konsepsiyası təkcə vətəndaşa keyfiyyətli xidməti ilə seçilmir. Bura həm də dövrümüzün yüksək texnologiyalarının tətbiq edildiyi məkandır. Texnologiyanın tətbiqi vətəndaşın həyat keyfiyyətinin artırılmasına və zamanına verilən dəyərdir. Qarabağ və Şərqi Zəngəzurda xidmət göstərən DOST mərkəzlərinin məqsədi təkcə sosial xidmət göstərmək deyil, həm də bu sosial xidmətləri müasir texnologiyalar vasitəsilə daha sürətli etməkdir. Arxivə get, nə bilim, müsabiqə get, 50 yerə göndərdilər. Amma indi burada gəldik, 5 dəqiqə hər şeyi həll elədilər, indi razıda gedirik. Əvvəllər gedirdik, 3 günlərlə, 4 günlərlə gedirdik, orada durdun, qapıda durdun, o tarafa, bu tarafa, heç də alınmırdı. Amma indi gəlib otursan rahat, layiqətli, hər şey qaydasında, qanununda.
10 dəqiqə, 5 dəqiqə cavabını alıb çıxıb gedirsən. Qarabağda innovativ və 161 xidməti elektron formada bir pəncərədən təqdim edən dost mərkəzləri vətəndaşların sənəd dövriyyəsi prosesini hər gün biraz daha da sürətləndirir və asanlaşdırır. Proseslərin elektronlaşması vətəndaşlara gözləmədən işlərini yekunlaşdırmağa imkan yaradır. Vətəndaşların sosial ödənişlərlə bağlı hüquqları yarandıqda sistem üzərindən bu müəyyən olunur və avtomatik qaydada proaktiv olaraq təyinat aparılır və elektron qaydada SMS vasitəsilə vətəndaşlara bildirişlər təqdim olunur. Bildiyiniz kimi dost mərkəzlərində xidmətlər yerində xidmətdən əlavə səyyar formada da xidmətlər həyata keçirilir vətəndaşlara. Səyyar formada xidmətlərin də elektronlaşması və vətəndaşların müraciətinin elektron qaydada qeydiyyata alınması istiqamətində bəzi işlər aparılmışdır. Belə ki, vətəndaşlar artıq onlayn qaydada növbə götürməklə mərkəzə müraciət edə bilir. Xüsusi kateqoriyadan olan vətəndaşların səyyar formada xidmətlərin göstərilməsini həyata keçirdə bilirik. Qarabağda sizə uzaq qohumdan da, yaxın qonşudan da əl çatanıq. Çünki biz dostuq. Qarabağda özünə məşğulluq imkanları daha çox hansı sahələrdə formalaşır? Kənd təsərrüfatı, istehsalat, yoxsa xidmət? Bilirsiniz, bu istiqamətlər köç məntəqəsinə görə dəyişir, amma ümumilikdə kumulyativ bir rəqəmi götürsək, əlbəttə ki, xidmət sektoruna daha çox tələbat var. Burada iki aspekt var. Bu birinci səbəb ondan ibarətdir ki, köç hal-hazırda intensiv şəkildə baş tutmaqdadır. Bilirsiniz, bu il artıq 9000-ə yaxın vətəndaşımız həmin ərazilərə köçüb 2025-ci ildə. Və vətəndaşlar köçdüksə onların tələblərinə uyğun olaraq da xidmət sahələrinin gücləndirilməsi. Burada kişi bərbərxanasıdır, gözəllik salonudur, dülgərlikdir, mebel sexidir və bir çox xidmətlərdən yararlanırlar vətəndaşlar və bu istiqamətdə də canlanma var və müraciətlər çoxdur. Digər səbəb isə kənd təsərrüfatı sahəsinin az müraciətidir. Buna səbəb bilirsiniz ki, həmin ərazilər 32 il işğal altında olmuşdur və ərazilər minalarla çirkləndirilmişdir. Bu minalar təmizləndikdən sonra əlbəttə ki, vətəndaşlar artıq kənd təsərrüfatına zərfləri üzrə, istiqamətləri üzrə müraciətlər güclənəcəkdir. İştirakçılar proqramdan yararlanmaq üçün daha çox hansı seçim meyarına əsasən müəyyən olunurlar? Seçim meyarları digər bölgələrdə olduğumuz kimi qanunvericiliyə uyğun olaraq, məşğul haqqında qanuna uyğun olaraq həyata keçir. Sadəcə ilk öncə də vurğuladığım kimi spesifik yanaşma orada vətəndaşlara bizim öz müraciətimizdir. Digər rayonlarda məşğul haqqında qanunda buyurur ki, vətəndaş müraciət etdikdə və işsiz iş axtaran şəxs olduqda biz onu qeydiyyata alır. Amma işğaldan azad olunmuş ərazilərdə agentliyin əməkdaşları özləri müraciət edirlər və orada meyarlar əsasən işsiz olmalıdır şəxs, iş axtaran və torpaq payı olmalıdır ki, qeydiyyata alınsın. Və qeydiyyat da bir neçə mərhələ prosesindən keçir. Burada vətəndaşın məşğulluq imkanları qiymətləndirilir. Burada suallar toplusudur və beynəlxalq təcrübəyə əsaslanaraq bu suallar tərtib edilmişdir. Və bu suallardan sonra fərdi məşğulluq proqramı hazırlanır. Artıq fərdi məşğulluq proqramı hazırlandıqdan sonra vətəndaş üçün doğru yolun, doğru istiqamətin nə olduğu həmin proqramda artıq avtomatik şəkildə görsənir. Həmçində özünə məşğulluq da bu tədbirlərdən biridir. Qarabağda özünə məşğulluq layihələri genişləndiriləcəkmi? Bəli, genişləndirilməsi nəzərdə tutulub. Çünki bilirsiniz, ərazilərin relyefləri, məşğulluq pasportları öyrənilir. Minalardan təmizləndikcə bilirsiniz, orada hal-hazırda ən münbit torpaqlar, yəni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir. Həmçinin dağlıq ərazilərimiz çoxdur. Yəni bu istiqamətdə həm aqroturizm istiqamətində, həm kənd təsərrüfatı, arıçılıq istiqamətində, yəni zərflərin genişləndirilməsi, həmçinin bilirsiniz, keçən ay bizim bir özünə məşğulluq proqramının yeni bir layihəsi, peşəkar layihəsi, yəni avtoklaster layihəsi Oğuz rayonunda açıldı və o layihənin də gələcəkdə işğaldan azad olunmuş ərazilərdə tətbiqi nəzərdə tutulur. Həqiqətən də çox şaxəli işlər görülür və siz az öncə qeyd etdiniz ki, təkcə 2025-ci ildə 9000-dən çox vətəndaşımız Qarabağa köçürülüb. Xüsusi bir məqamın üzərində dayanmaq istəyirəm. Bu proqramlar Qarabağda iqtisadiyyatın canlanmasına hansı real təsiri göstərir? İqtisadiyyatın canlanmasında
özünə məşğulluq proqramı çərçivəsində, ümumiyyətlə məşğulluq tədbirlərin proqramları çərçivəsində vətəndaşların sosial-iqtisadi durumları düzəlir. Yəni, bu sosial-iqtisadi durumlar düzəldikdən sonra artıq vətəndaşlar üçün orada sosial həyatın, maddi məişətin düzəlməsində bir böyük istiqamət vermiş olur. Mən bir qısa açıqlama deyim. 19 minə yaxın vətəndaş köçüb bu günə qədər və onun 12 minə yaxın vətəndaşı əmək qabiliyyəti yaşda olan şəxslərdir. Və bu şəxslərdən də 7 minə yaxın iqtisadi fəal əhalidir. Artıq bu iqtisadi fəal əhalinin 92%-i məşğulluğu təmin edilir. Əlbəttə, bu bir neçə istiqamət üzrə baş verir orada. Vakansiyalar üzrə, işlə təminat üzrə, həmçinin özünə məşğulluq istiqamətləri üzrə məşğulluğu cəlb olunur. Və bu da öz nəticəsində iqtisadiyyatın canlanmasına həmin ərazilərdə töhfə verir. Həm özünə məşğulluq istiqaməti üzrə, həm işə düzəltmə istiqaməti üzrə. Qarabağda fəaliyyətiniz necə davam edəcək? Düşünürük ki, yaxın gələcəkdə Qarabağda bizim digər xidmət şöbələrimiz də istifadəyə veriləcək ki, həmçinin vətəndaşların rahatlığı üçün düzdür, bizim platformalarımız var ki, vətəndaşlar evdən çıxmadan da müraciət edə bilirlər. Bizim peşə hazırlığı kurslarımız var ki, vətəndaş evdən oturaraq Dövlət Məşğulluq Agentliyinin saytına görə Qarabağ və Şərqi Zəngəzurda peşə kursları bölməsinə daxil olaraq orada öz fərdi identifikasiya məlumatlarını əlavə edirlər və vətəndaşlar müraciət edirlər. Müraciətlər 7 iş gün ərzində baxılır və yaşayış məntəqəsi üzrə həmin xidmət şöbəsinin əməkdaşlarına göndərilir. Köç olduqca, yəni köç karvanı yola düşdükcə, əhali sıx məskunlaşdıqca bizim artıq orada ezamlardan əlavə xidmət şöbələrimizdə açılması nəzərdə tutulur. Fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Sonda əlavə etmək istədiyiniz, Qarabağda yaşayan vətəndaşlarımız üçün xüsusi olaraq qeyd etmək istədiyiniz hər hansı bir məqam qaldımı? Əlbəttə, istəyirəm vurğulayım ki, bizim yaxın gələcəkdə bizim əmək yarmarkalarımız keçəcəkdir. Bəli, dövrü olaraq biz əmək yarmarkası keçirik. 2025-ci ildə artıq ondan 15-ə yaxın əmək yarmarkası keçirmişik həm Qarabağda, həm Şərqi Zəngəzurda və vətəndaşları aktiv olmağa səsləyirəm ki, müraciət etsinlər, işə götürənlərlə birbaşa təmasda olsunlar, vakansiyaları öyrənsinlər, bizim vakansiya bankımızda olan vakansiyalarla tanış olsunlar ki, biz onlara xidmət göstərək, məşğulluğunu təmin edək. Bir daha minnətdaram. Bugünkü dialoqumuzdan çox böyük zövq aldım. Ümid edirəm ki, bizi izləyən tamaşaçılarımız üçün də faydalı bir buraxılış oldu. Çünki bəzən rəqəmlər danışır, amma bu dəfə təkcə rəqəmlər yox, həm də real faktlar üzərində və gələcəkdə görəcəyiniz işlər barədə məlumat verdiniz. Minnətdaram ki, dəvətimizi qəbul etdiniz və qonağımız oldunuz. Mən təşəkkür edirəm, çox sağ olun. Qonağım Dövlət Məşğulluq Agentliyinin proseslərin koordinasiyası şöbəsinin müdiri Səbuhi Yunusluydu. Qarabağda özünə məşğulluq, doğma torpaqlarda öz gücünə güvənərək gələcək yaratmaq deməkdir. Qarabağda həyat yenidən canlanır, əmək və zəhmətlə ucalan hər bir uğur isə zəfərin davamıdır. Bizi izlədiyiniz üçün təşəkkür edirik, sağ olun.